Xoş gördük. Bugün məlumat bazalarında ən çox baş ağrısı yaradan, amma eyni zamanda ən maraqlı konseptlərdən birini, Relational Division, yəni realyasiya bölgüsü anlayışını araşdıracağıq. Əsas hədəfimiz budur, məlumat bazalarımızda o axtardığımız mükəmməl uyğunluğu necə tapa bilərik. Gəlin vaxt itirmədən başlayaq. Qısaca planımıza nəzər salaq. Birinci, The Perfect Match problemi, sonra Relational Divide əməliyyatının özü, üçüncü, SQL-də əksik olanı məşhur açar sözə toxunacağıq və sonda problemi həll etmək üçün iki əsas metodu, Double Negation və Match by Counting-i sürətlə keçəcəyik. Bölmə 1. The Perfect Match Problem. Məlumat bazasında mükəmməl uyğunluğu tapmaq, inanın mənə, kənardan göründüyündən xeyli çətindir. Yəni sadəcə bir-iki xüsusiyyətə görə filtrləmə etmək çox asandır, düzdür? Amma geniş və olduqca sərt kriteriyalar siyahısına tamamilə, qusursuz şəkildə cavab verən bir subyekti təcrid etmək, bax bu, əsl məntiq tələb edir. Təsəvvür edin, qarşınızda belə ssenarilər var. İşə qəbul üçün bütün tələblərə cavab verən namizədlər tapmalısınız. Yaxud bir komponent üçün ehtiyacınız olan bütün ehtiyat hissələrini təmin edən təchizatçılar lazımdır. Və ya spesifik bir məhsul paketini bütünlüylə sifariş etmiş müştərilər. Baxın, buradakı bütün sözü həll edicidir. Bizə təxmini yox, məhz mükəmməl uyğunluq lazımdır. İkinci bölməmiz. The Relational Divide Operation. İndi isə ən maraqlı məqam. Bu məsələnin riyazi həlli əslində 10 illərlə əvvəl tapılıb. Məlumat bazası nəzəriyyəsinin atası Dr. F. Jodd tərəfindən müəyyən edilmiş divide əməliyyatı var. O bu əməliyyatı xüsusi olaraq elə qurub ki, böyük bir dividend çoxluğunu daha kiçik bir divisor, yəni bölən çoxluğuna bölərək tam eşləşmələrdən ibarət qismət ala bilək. Bu, tam olaraq axtardığımız şeydir. Məsələni vizuallaşdırsaq, hər şey daha aydın olacaq. Ən xarici böyük dairəni bütün müştəri məhsulları kimi təsəvvür edin. Bunu tələb olunan məhsulları təmsil edən kiçik ağ dairəyə böldüyümüz zaman qismətimiz müştəri A olur. Fikir verirsinizsə, yalnız müştəri A, ağ dairənin hər bir hissəsini tamamilə əhatə edir. Yəni o, axtardığımız hər şeyi almış yeganə müştəridir. Çox aydın və məntiqlidir, elə deyilmi? Keçək üçüncü bölməyə. The Missing SQL Keyword. Hər şey riyazi nəzəriyyədə olduqca məntiqli və sadə görünür. Realyasiya cəbrində select, project, join və bizə lazım olan divide əməliyyatları var. Amma kommersiya SQL sistemlərinə gəldikdə çox qəribə bir situasiya ilə qarşılaşırıq. Select və join var, amma təəccüblüdür ki, divide deyə bir açar sözümüz yoxdur. Bəli, heç bir böyük kommersiya sistemi bu əmri birbaşa bizə təqdim etməyib. İnanılmazdır, amma fakt. Təbii ki, açar söz yoxdur deyə təslim olmuruq. Standart SQL əməliyyatlarını yaradıcı şəkildə birləşdirərək bölmə əməliyyatını uğurla simulasiya edə bilirik. Bəs bunu necə edirik? Dördüncü bölmə. Method 1. Double Negation. Gəlin ilk həll yolumuza baxaq. Bu metod məşhur verilənlər bazası eksperti Chris Date tərəfindən çox zərif şəkildə izah edilib. Üsul ehtiyaclarımızı qarşılamayan istənilən namizədi effektiv şəkildə kənarlaşdırmaq üçün yuvalanmış alt sorğulara və SQL-in məşhur not exists əmrinə əsaslanır. Biz əsas məlumat dəstimiz, yəni dividend üçün xarici sorğu qururuq. Tələblərimiz olan divisor üçün isə 2 dənə iç-içə alt sorğu tətbiq edirik. Yəni əslində biz aktiv şəkildə uyğunluq sınağından kəsilməyən qeydləri axtarırıq. Gəlin bu qəliz görünən məntiqi addım-addım sadələşdirək. Birinci, maraqlandığımız hədəf məhsulların siyahısını müəyyən edirik. İkinci, bu siyahıdakı məhsullardan hətta bircə dənəsi belə əksik olan müştəriləri tapırıq. Və nəhayət üçüncü addımda həmin bu nataman müştəriləri yekun nəticələrimizdən sadəcə kənarlaşdırırıq. Yerdə qalanlar bizim mükəmməl uyğunluğumuz olur. Bəzən bu cür kodu başa düşməyin ən yaxşı yolu onu birbaşa insan dilinə tərcümə etməkdir. Bu SQL blokunun bizə demək istədiyi əslində budur. Elə bir müştəri tap ki, onun almadığı, amma tələb olunan hər hansı bir məhsul mövcud olmasın. Bax, məhz buna görə metodun adı Double Negation, yəni 2 qat inkardır. Gündəlik dildə biraz qəliz səslənə bilər, amma məlumat bazasının mühərriki üçün bu son dərəcə dəqiq və aydın bir yoldur. 5-ci bölmə. Method 2. Match by Counting. Əgər o 2 qat inkar məntiqi başınızı biraz qarışdırdısa, narahat olmayın. Daha sadə və daha rahat başa düşülən ikinci bir alternativimiz var. Bu üsul mürəkkəb alt sorğular əvəzinə bizim çox yaxşı tanıdığımız qrupbaya və having count ifadələrinə əsaslanır. Əvvəlcə hədəf cədvəllərimizi cross-join ilə birləşdiririk, sonra müştərinin sahib olduğu elementləri axtardığımız tələblərlə eşləşdiririk, hər müştəriyə görə qruplaşdırırıq və sadəcə olaraq bu uyğun gələn elementləri sayırıq. Buradakı məntiq sözün əsl mənasında heyran edici dərəcədə sadədir. Əgər müştərinin sahibi olduğu uyğun elementlərin sayı tam olaraq axtardığımız tələblərin ümumi sayına bərabərdirsə, təbrik edirəm, mükəmməl uyğunluğunuz var.
Siz burada sadece iki rəqəmin bir-birinə bərabər olub olmadığını yoxluyursunuz. Ancaq burada qaçırmamalı olduğumuz çox incə, amma kritik bir detal var. Fərz edək ki, sizin tələblər siyahınız, yəni divizor tamamilə boşdur. Bu zaman sayma metodu ümumiyyətlə heç bir sətir qaytarmayacaq, çünki ortada uyğunlaşdırıb sayacaq heç nə yoxdur. Lakin double negation metodu bu situasiyanı tamamilə fərqli idarə edir və divizor boş olduqda mövcud olan bütün sətirləri geri qaytarır. Kod yazarkən bu davranış fərqini mütləq yadda saxlamaq lazımdır. Beləliklə, məsələnin özəyinə gəldikdə, əsas qaydamızı heç vaxt unutmamalıyıq. Divide your data if you need a perfect match. Əgər sənə mükəmməl uyğunluq lazımdırsa, məlumatlarını bölməlisən. İstər o qəliz görünən double negationdan istifadə edin, istərsə də sadə match by counting metodundan. Bu relyasiya bölməsi anlayışı milyonlarla sətirlik məlumat dəstləri arasında o axtardığınız tək bir dəqiq iynəni tapmağa həmişə imkan verəcək. Çoxluqlar nəzəriyyəsi və relyasiya məntiqinin bu dərin sirlərini mənimsəmək sizə məlumatlarınız üzərində qeyd-şərtsiz mütləq nəzarət verir. Arxa planda baş verən bu fundamental riyazi əməliyyatları tam dərk etdiyiniz zaman, hətta istifadə etdiyiniz proqramlaşdırma dilində ehtiyacınız olan o açar söz olmasa belə, ən qəliz problemləri belə həll edəcək mükəmməl sorğular yaza bilərsiniz. Çünki möhkəm məntiqin və riyazi anlayışın gücü hər zaman hər hansı bir sintaksis məhdudiyyətindən qat-qat üstündür.